Hər kəsə salam, mən Elvin, videoma xoş gəldiniz. Bu videoda istəyirəm ki, tarix barədə məsləhət video çəkəm. Çünki mənə çoxsaylı şərhlər gəlirdi ki, artıq buraxılış imtahanı verib bitirmişik və istəyirik ki, bloka hazırlaşaq və bloka hazırlaşan vaxtı tarix bizə çox çətinliklər törədir. Hansı ki, oxuduğumuz şeylər yadımızda qalmır. Test işləyəndə, məsəl üçün, kitabın hansı səhifəsində olduğunu bilirik həmin cavabın, amma nə yazıldığı yadımızda qalmır. Biz nə eləyək ki, bunu yadımızda saxlayaq. İstəyirəm ki, bu gün bu barədə video çəkim və tarixi necə daha rahat yadda saxlamaq olar. Mən necə yadımda saxlayırdım, sizə bunları deyim. Video çəkməməmin səbəbi o idi ki, bu ay, yəni aprel ayı imtahan vaxtı idi. Kollektiv imtahanlar verildi. Ona görə video çəkməkdə biraz gecikdim. İstədim ki, imtahanları tam rahat verim. Ondan sonra sizə məsləhət video çəkim ki, sizə də effektiv olsun bu video. İndi sizə keçək, mən necə oxuyurdum ondan başlayaq. Mən tarixi oxuyarkən öz vaxtım var idi. Mən həmişə gecə vaxtı oxuyurdum dərsi ki, daha çox yadımda qalırdı. Səhər heç vaxt dərs oxumurdum mən ümumiyyətlə. Nə tarix, nə başqa bir fən olsun. Ancaq axşamlar oxuyurdum. Tarix deyil şəkildə axşam oxuyurdum. Belə oxuyurdum mən. Müəllim bizə bir mövzu verirdi. Ya da nə bilim 5 mövzu verirdi. Həmin mövzuları oxuyurdum. Həmin mövzularla integral olan başqa mövzular var idi. Məsələn, Səlcuqların Azərbaycana yürüşü adlı bir mövzu var. Həmin mövzunu oxuyanda mən məsəl üçün keçirdim ümumi tarixə, orada Səlcuqlar dövlətini də oxuyurdum. Yəni bu daha effektiv bir yol idi. Nəyə görə? Çünki həm burdan oxumuş oluram Səlcuqları, həm də vaxtında oxuduğum yerdən gedib ümumi tarixdən Səlcuqları oxuyanda daha da çox yadımda qalmış olur və artıq sual çıxanda qarşıma onsuz da məsəl üçün tapşırıq verirlərsə, Azərbaycan yürüşlərindən əlavə Səlcuq dövlətinin özünə də aid tapşırıqlar olur da. Buna görə çətinlik çəkmədən işləmək olur tarixi. Daha sonra tarix oxuyarkən başqa nəyə diqqət etmək olar? Mən özüm bəzi test kitabları var idi. Xəyalə Əhmədli idi deyəsən. Dəqiq yadımda qalmayıb. Sağa ya da sola bir dənə şəklini qoyacağam. Birinci, ikinci isə tarix test toplusunu işləyirdim. Xəyalə Əhmədli dəqiq deyirəmsə, kitabın adını inşallah düz deyirəm. O kitab içində düzdür, çoxluq səhvlər var, amma qarışıq suallar da var, insanı düşündürəcək suallar. Hansı ki, o sualların düşünüb düz yazsaz və məsələn, deyək ki, arxasına döndərəcək səhvdir, müəllimlə oturub müzakirə edib həmin sualın siz düz yazdığınızı öyrənsəz, bilin ki, yəni həqiqətən sizin tarix barədə gedib 30 yazma ehtimalınız var. Çünki həqiqətən çox çətin sınaqlar var Xəyal Əhmədlinin içində, amma səhvlər də çoxdur. Ona görə ən çox üstünlük vermək olar sizdə nəyə? Birinci və ikinci isə tarix test toplarına. Bir də bundan əlavə, məsəl üçün bir bölməni qutarandan sonra artıq keçib onun ümumi sınağını işləməlisiniz. Məsələn, Monqollar dövlətinin falan hər bir yerini oxuyub qurtarmısınız, artıq onu işləyirsiniz və bir şey səhv yazmısınız. Gedib həmin şeyə baxdıqda artıq o sizin yadınızda həmişəlik qalır. Bir də ki, tarixi təkrarlamaq lazımdır. Məsəl üçün, bu gün oxudun deyək ki, bir də bir aydan sonra o mövzunun üstündə bir ay keçmiş olduğuna görə artıq siz o mövzu yadından çıxmaq normaldır da. Bir aydan sonra təzə mövzu keçəndə siz əvvəlki mövzunu başlayın təkrar etməyə. İndi bir ay vaxtımız qaldığına görə biz nə qarmalıyıq? Siz mövzuları keçərək gedin, yenə müəllim hansı mövzuları izah edir, hansı mövzuları dərsə danışın deyir. Onları siz keçərək gedin. Siz məsəl üçün arxadasınızsa, məsəl üçün təkrardasınızsa bir də təkrar edirsiniz. Çünki tarix tez-tez təkrar olunur. Biz yadımdadır 5 dəfə ya da 6 dəfə təkrar eləmişik tarixi. Məsəl üçün deyək ki, 6-cı təkardasınız, əvvəldəsiz, siz götürün axırdan oxuya-oxuya gəlin. Yox, əgər axırdasınızsa, müəllim axırdan qurtarırsa mövzusunu bir daha, siz özünüz arxadan bir də təkrar eləyərək gəlin. Çünki müəllim qurtarmasa bir də təkrar eləyəcək, siz artıq qabaqda olasınız. Başa düşürsünüz? Yəni daha çox yadınızda qalacaq. Yəni ancaq tarix təkrar dayanır. Adilə müəllimlərin özü də tarixi oxumasalar, əgər heç bir şey öyrənməsələr, yəni təkrar eləməsələr, yadlarından çıxacaq. Yəni elə bir şeydir ki, yaddan çıxır, yəni əzbərə dayanan bir şeydir. Nə riyaziyyat deyil, nə də coğrafiyanın bəzi məsələləri deyil ki, burada əzbərçilik olmasın yəni. Bunlar məntiqlidir, amma tarix bilirik ki, əzbərə dayanan bir fəndir. Ona görə məcburuq ki, biz bunu oxuyaq və bunun testlərini işləyək. Mən özüm neçə bal yazmışdım, onu desəz, mən özüm 13 dənə düz yazmışdım. Nəyə görə 13 dənə düz yazmışdım tarixdən? Çünki mən tarixi çox qəşəng oxuyurdum həqiqətən. Amma imtahan verən vaxtı əsas mən bilirdim ki, iki fənd mənə çox önəmlidir. Coğrafiya və riyaziyyat. Coğrafiya və riyaziyyatda ikisi də 150 bal verir, 200 balı tamamlayırdı orada. Tarixi ən axıra saxladım. Coğrafiyanın, riyaziyyatın hamısını yazdım və axıra 20 dəqiqə vaxtım qalmışdı. Vaxtımı düzgün bölə bilməmişdim deyə problem yaranmışdı. Nəsə axıra 20 dəqiqə vaxt qalmışdı. Heç bir kodlaşdırma yazmamışdım və tarixdə dururdu hələ. Mən də ona görə dedim ki, hazır yazdıqlarımı kodlaşdırmasını eləyim, daha sonra tarixə keçərəm. Mən də yazdıqlarımı kodlaşdırmasını elədim və bitirdim hamısını, riyaziyyatla coğrafiyanı. Sonra keçdim tarixə. Tarixə keçəndə artıq 10 dəqiqə vaxtım qaldığı üçün mən bunun 5 dəqiqəsini kodlaşdırmaya sərf eləməli idim. 5 dəqiqəsini isə yazmağa sərf eləməli idim. Mən də 5 dəqiqə yazdım. 5 dəqiqə yazdığım içindən 13 dənə düz çıxmışdı. Yəni düzdür, biraz düşündürücü suallar var idi və situasiya falan biraz ağır idi bizdə mənim fikrimcə. Ona görə biraz az yazmış oldum. Yəni belədir. Yəni tarix həqiqətən əzbərə dayanan bir fəndir. Yəni indi dedim ki, mən neçə bal yazmışam. Sonra deməyin ki, bu az yazıb bizə məsləhət verir, amma həqiqətən mən çox yaxşı bilirəm tarixi. Amma gəl ki, 5 dəqiqə vaxtda heç nə edə bilməsən, yaxşı da bilsən. Ona görə çalışın ki, imtahan vaxtı vaxtınızı düzgün bölməyə öyrənin. Çünki bir ay qaldı imtahana bildiyimiz kimi. Bir ayda indi bilmirəm, OTK sınaqları varsa, ya da KPSS sınaqları varsa, orada gedib iştirak edə bilərsiniz. Həqiqətən orada iştirak edəndə də özünüzü tam imtahan mühiti kimi aparın. Yəni elə bilin bəlkə heç kimə köçürmək olmaz, heç nəyə baxmaq olmaz. Tam imtahanda olduğunuz kimi başını sallayıb testinizə baxmaq lazımdır ki, oradakı nəticənizə uyğun da gedib imtahanda nəticə yaza biləsiniz. Belədir yəni,
Əgər başqa nəsə istəyirsinizsə, şərhlərə yaza bilərsiniz. Mən sizin sualınıza həmişə cavab verməyə hazıram. Hələ də videoların altına yorum gələndə, yəni köhnə videom olsun, yeni videom olsun, hamısına bir-bir cavab verirəm. Bir də bəzi insanlar soruşur ki, mən sənə necə əlaqə saxlaya bilərəm? Altda Instagramı qoyacağam, ya yorumlara, ya da altda haqqında bölməsinə, orada Instagramı paylaşacağam. İstəyən olsa girib oradan takib atıb mesaj bölməsinə DM yaza bilər. Həmişə cavablandıracağam hər kəsi. Bu qədər məncə tarixi öyrənmək asandır. Sadəcə testlərini işləmək və təkrar etmək lazımdır. Bundan başqa da heç bir şey eləməyə ehtiyac yoxdur məncə. Bir də sınaqlara gedin və sınaqlarda özünüzü doğruldun bu bir ayda ki, qabağınızda olan gələcək imtahanınızda həqiqətən uğur əldə eləyəsiniz. Hər birinizə uğurlar arzulayıram. İnşallah buraxılışlar hər biriniz yaxşı bal toplayırsınız. İnşallah istədiyiniz universitetə qəbul olarsınız.